اللهم صل على علي Uşaq tərbiyəsində əsas 5 olmazsa olmaz üsul var. Hansı ki, birinci sevgi, bol sevgi, ikinci şəxsiyyətinə hörmət, 3 dinləmək, 4 əməyə alışdırmaq, 5 xəyal gücünü formalaşdırmaq. Şəxsiyyətin formalaşması üçün 18 yaşa qədər bir uşağa, bir yeniyetməyə bunlar verilərsə, bu qaydalara riayət olunarsa, yaxşı şəxsiyyət formalaşa bilər. Bol sevgidən danışırıq bugün. Nədir bol sevgi? Bol sevgi ərkönlükdürmü? Bol sevgi deyəndə biz ərkönlüyümü nəzərdə tuturuq, yoxsa sevgi necə verilməlidir? Bol sevgi verilmənin birinci şərti insanın, qadın və ya kişinin, yəni ata və ya ananın uşağı olduğu kimi qəbul eləməyidir. Birinci şərt budur. Yəni bir insan adi insan münasibətlərindədir. İnsan olduğu kimi qəbul olunduğu yerdə daha çox qaydalara riayət eləyə bilir. Əgər orada qəbul olunmursa, qaydalar da ona bir ağır yük kimi gəlir. Ya eləmir, eləsə də ağır bir yükə çevrilir. Bu baxımdan uşaqlarda bol sevgini almaq üçün biz övladımızı çox sevə bilərik, amma biz o sevgini ona necə veririk? O doğru bizdən alırmı onu? Bunun üçün uşaq olduğu kimi qəbul olunmalıdır. Yəni mən səni dəyişməyə cəhd eləmirəm. Çünki bizim valideynlərin zehnində bir ideal övlad obrazı var. Hər bir insanın özünün zehnində belə proqramlaşdırdığı bir ideal övlad var ki, biz istəyirik ki, övladımıza məhz onu verək. Bu ideal obrazda insana görə dəyişir. Məsələn, dindar ailələr, dindar görmək istəyir uşağını, modern Avropa sayağı ailələr övladlarını o üslubda görmək istəyir. Yəni, hərənin bir ideal övlad obrazı var, ideal şəxsiyyət obrazı var. Nə eləyirsə ata-ana sevgidən eləyir. Nəyi verirsə uşağa, nəyə məhdudiyyət qoyursa, nəyi eləmək istəyirsə, hamısının kökündə onu sevdiyindən eləyir. Amma bu sevgini uşaq onu alırmı, almırmı, bunun üçün dəyişməyə çalışmır o uşağı. Yəni, sən mənə qüsurlarınla aldığın 2 də olsa, 5 də olsa, səhv də eləsən, düz də eləsən, birinci növbədə mən səni bu cür qəbul edirəmi ötürmək lazımdır. Çox vaxt valideynlər elə bilir ki, bunu biz versək, uşağın kobud dildə deyirlər, ayağının altı yer alar. Amma bunun əlaqəsi yoxdur. Çünki çox məhdudiyyətlər görmüşük ki, uşağa fayda verməyib. Məhdudiyyətsiz də olmaz. Amma məhdudiyyət ikinci mərhələdə gəlir. Birinci, sevgimi vermək, göstərməyim üçün sən mənə hər halınla qəbulumsan və mən sən valideyn olduğum üçün dost olmaq, o yeniyetməlik mərhələsində olur. Amma adətən 7 yaşa qədər uşağın ən çətin məsələsi nədir? Onun hərəkət məsələsidir. Məsələn, uşaqlar çox hərəkətli olur, dinamikdir və yaxud sakitdir, bir küncdə oturub, sakit oturur. Niyə sən gedib başqaları kimi oynamırsan deyib oyuna cəlb eləmək, o özü belə uşağı sıxıntıya salır. Bəziləri çox hərəkət edir, onda da deyirik ki, başqalarının uşağı sakitdir, sən niyə onlar kimi deyilsən? Baxın, müqayisə artıq olduğu kimi qəbul olunmamağın göstəricisidir. Qonşunun uşağı ilə, xala oğlu ilə, bibi qızı ilə müqayisə eləmək o deməkdir ki, sən mənim təsəvvürümdəki kimi uşaq deyilsən, informasiyası ötürür. Biz bunu dilimizlə deməsək də, hansısa bir şuuraltı informasiya ilə göndəririk. Filan kəsin uşağı əlaçıdır, filan kəsin uşağı daha yaxşı oxuyur, filan kəsin uşağı daha tərbiyəlidir, anasının sözünü eşidir, atasının sözünü eşidir. Bu sözlər mən səni dəyişib, mən səni öz gördüyüm kimi görmək istəyirəm mesajı verir. Biz bunu əslində onun xeyri üçün deyirik, amma uşaq onu o cür almır. Ona görə əksinə daha çox daha çox dəyişməyə çalışır. Yəni ki, artıq qəbul eləyir ki, təsəvvür edin, bu gəlir 25, 30, 40 yaşlarında şəxsiyyəti elə ciddi formalaşmış təsirlər qoyur ki, görürsən ki, tənbəl adamdır, adam süsdür, həyatına adaptasiya ola bilmir. Yenə gedir kökü orada dayanır ki, kimlərlə müqayisə olunub, tənbəlliyi ilə bağlı, süslüyü ilə bağlı indi bu uşaq hərəkət eləyə bilmir və yaxud çox hərəkəti ilə bağlı qınanılıb. Xırda əhəmiyyət vermədiyimiz detal şəxsiyyətə birbaşa ciddi təsir qoyur. Bunu qorxu halına çevirmək lazım deyil. Çünki ananın fitrətində, atanın fitrətində övlada bəs edəcək qədər Allah məhəbbət verib. Buna nə qədər maariflənmə olsa da biz içimizə müraciət eləsək, o məhəbbəti ona verə bilərik.
Bunun üçün insan əslində özündən işləmək lazımdır. Mən necə verim sevgimi? Çünki məndə qüsurlar varsa, mən görməmişəmsə sevgini, mən də sevgi verə bilməyəcəm. Mən əgər şiddət görmüşəmsə, mütləq ki, çalışacağam ki, onu hardansa çıxım. Burada da qurban yenə uşaq gedir. Dolayısıyla nə qədər danışsaq da yenə kökü gedir, bizim də öz keçmişimizə dayanır, bizim də uşaqlığımıza dayanır. Bu baxımdan valideyn olmamışdan əvvəl yaxşı olar ki, insan öz üzərində özünü inkişaf elətdirsin. Hələ yəni ata, ana da uşaq dünyaya gətirməmişdən əvvəl maarifləndirmə məsələsi deyil təkcə. Yəni təkcə kitab oxumaq məsələsi deyil. Bununla bağlı hər situasiyada, hər addımda, hər hərəkətdə, hər vərdişimizdə biz özümüzü araşdırmalıyıq. Müəyyən bir formalaşma görəndən sonra valideyn olmaq daha yaxşıdır. Analıq duyğusunu ana olmamış təyin eləmək olmaz. O mümkün deyil. Mən ana olanda belə eləyəcəm, ana olmaq belədir. Yəni bir ana olmayan bir insan analıq haqqında tam fikir deyə bilməz. Bunun üçün o praktik onu yaşamalıdır. O proses özündə onu hiss elədikcə aşkara çıxır. Uşağı bir dəfə xəstələnəndə, uşaq bir dəfə məktəbə aparanda və yaxud gecə yuxusuz qalanda bu duyğular əməklə ərsəyə gəlir. Amma ən azından özündəki qüsurlar, özündəki müsbət və mənfi keyfiyyətləri əvvəldən bilmək sabah davranışlarımıza bizə kömək edir ki, hə, mən bu səbəbdən dolayı övladıma bu cür davranıram. Mən də ki, məsələn, yüksək səs tonu ilə çox danışıram və yaxud mən başqaları ilə konfliktə çox gedirəm və yaxud uşaqlarla münasibətim hələ sağlam deyil. Bu kimi xırda detallar var ki, biz bunları xırda deyil, əslən, böyük məsələlərdir. Amma ailə qurmazdan əvvəl bunun üzərində gənclər nə qədər çox işləsələr daha yaxşı olar. Əsasən kitablara çox üstünlük veririk. Kitab oxumaq çox gözəl bir şeydir. Təsəvvür edin ki, övlada sevgini verməyin üsulu üçün nə qədər insan özlərində işləməliymiş. İşləmək deyəndə insanların gözü böyüyür ki, mən gətirməliyəm, müəyyən bir proqram tökməliyəm qabağıma, mən çoxlu kitablar oxumalıyam. Kitab oxumaq, çoxlu kitab oxumaq insan üzərində işləməyin bir dənə işidir, bir işidir. Yəni o əsas məsələ deyil. Biri odur. Digəri qonşumla rəftarımdır, digəri valideynimlə rəftarımdır, digəri bişirdiyim yeməyi nə qədər rahat, əsəbi və yaxud qəzəbli bişirmişəm. Xırda detallardır. Birinə keçirdiyim söhbət əsnasında ona qarşı keçirdiyim incə də, xırda da olsa bir aqressiyanı özümdə duymağımdır. Yəni balaca məsələdir zahirən, amma böyük bir qapılar açır insanla bağlı. Məsələ təkcə hansısa 20-30 kitabı bir nəfəsə oxuyub bitirmək deyil. Kitab bizim həyatımıza çox şey qatır, müəyyən keyfiyyətləri, yəni keçən dəfə demişdim, bir 20-30 bəlkə yüzlərlə kitab oxuyarıq, o bizə bir neçə əlaməti bizimkiləşdirə bilər. Bizə qatqısı odur, şəxsiyyətimizə hopdurur. Kitab informasiya mənbəyi, yəni zehniyyətdə qalan bir şeydir. Mən filan şey haqqında xeyli şey bilirəm, psixologiya haqqında xeyli biliklərim var. Amma bu mənim şəxsiyyətimə nə qədər təsir qoyub? Bu tamam başqa bir şeydir. Amma valideyn evdar qadın da ola bilər, bir valideyn təhsilsiz ailədən də çıxa bilər. Amma bununla bağlı mən artıq təhsilim yoxdur, kitab oxuya bilmirəm, hövsələm çatmır kitab oxumağa. Biz bunu təkid edə bilmərik, mütləq kitab oxu, özünü inkişaf elətdirir. Kitab oxuma, yenə deyim ki, işin bir payıdır. Yerdə qalanlar ünsiyyətlərimizə fikir verməliyik. Ünsiyyətlərdə keçirdiyimiz aqressiya və yaxud da sevgiyə diqqət eləməliyik. Niyə bu insana qarşı məndə güclü simpatiya var? Məsələn, mən nəyi daha çox sevirəm? Məndən ötürü dəyər nə deməkdir? Nədir məni dəyərli hiss elətdirən? Baxın, bunlar açar sözlərdir. Bunlar təyin edən insanlar övladı ilə münasibətdə sabah uşaq olanda artıq bir xeyli məlumatlı olur ki, bəli, mən bugün həyat yoldaşına münasibətdə özümü dəyərsiz hiss edirəm. Ona görə ki, mən əvvəldən bu dəyərsiz duyğusunu tanıyıram. Yəni, o duyğulara köklənəndə, o məlumatlara içərimizə yönələndə, sabah uşağa da sevgini verəndə o limitsiz verə bilirik. Sevgi, bol sevgi vermək ərköyünlüyə səbəb deyil. Ərköyünlük o vaxt baş verir ki, ən yaxşı sənə yükləyəndə uşağa. Uşağa deyiriksə ki, ən yaxşı sənsən, o uşaq gedir, cəmiyyəti özünü ən yaxşı görür. Uşağa deməliyik ki, ən yaxşı yox, sən özəlsən, sən individualsan, sən özün kimi yaxşısan. Yəni, sən fərqlisən və sənin təkrarın yoxdur. Bunu aşılamaq, təbii ki, cümlə ilə yox da sevgi ilə. Elədiyi, məsələn, biz ona şuluqluq deyirik, şuluq hərəkətlər, hansısa bir, məsələn, ola bilər ki, nəyisə tutumu yoxdur, yaxşı götürə bilmir, ola bilər nəyisə tez sındırdı. Onu qüsurdan da əlavə bir, onun özəlliyi kimi yanaşmaq lazımdır. Məsələn, nədənsə qorxubsa, biz ona qorxağı yükləməkdənsə, onu bir
əyləncəyə çevirib onu bilirsiniz necə, o uşaq onu gözdə hiss eləyir də ki, bu mənə məxsus bir şeydir. Ən çox filan şeyi yeməyi sevir məsələn. Özəl olduğunu duyacaq, amma ən yaxşı olduğunu yox. Çünki ən yaxşı deyə anlayış yoxdur. Məktəbə də gedəndə, bir hansısa cəmiyyətə də düşəndə, orada ən yaxşı olduğunu görməyəndə, kimsə ondan fərqli olanda, iki hal baş verir. Ya başlayır, özünü təsdiq eləməyə başlayır, mütəmadi olaraq ən yaxşı olmağa çalışır, ya da başlayır özünə qapanmağa. Ərköyünlüyə səbəb olur, ən yaxşı demək. Özəl olduğunu hiss elətdirmək lazımdır. Fərqlisən, köksən, bu cür yaxşısan, arıqsan, cılızdır, məsələn, bu cür yaxşıdır. Yəni, uşağın o formaları ilə, fizioloji quruluşu ilə bağlı da biz fikirlər deyirik uşaqlara adətən. Özəlliyini hiss eləyəcək, özəl olduğunu görəcək. Sevgi budur. Dizimizi yerə qoyaraq, göz kontaktı quraraq, mütəmadi toxunuşlardır, danışanda dinləməkdir ki, biz növbəti videoda artıq dinləməklə bağlı da danışacağıq inşallah. Bol sevgi bu məsələdir ki, sevildiyini uşaq hiss eləməlidir, sözlə yox, söz məsələsi deyil. Bu da köklənir yenə şəxsiyyətin özünə, ata-ananın özünə. Ata-ananın özü sevgi görməyibsə, verə bilmir sözsüz ki, bu da ümidsizlik olmaq demək deyil. Öz üzərində işləməlidir. Öz üzərində işləmək də böyük bir layihə hazırlamaq lazım deyil. Addımlarını özündə kəşf eləməlidir. Hər addım başı özünü kəşf eləmək, bu özü inkişaf aparır. Amma yoxsa böyük bir proqram tökəcəm, mən özümü inkişaf elətdirim ki, nələrsə eləyəcəm. Bu vahiməli və çıxıla bilməyən dağa oxşuyur. Onda insan süst düşür və ümidsizləşir. İnkişaf deyəndə, siz bu sevginin inkişafla nə əlaqəsi var deyirik? Çünki bir insan sevgi vermək üçün insanın relaks olmaq lazımdır, rahat və özündən barışıq. Hər valideyn uşağını sevir. Amma o uşaq o sevgiyi necə hiss eləyəcək? Valideynlərlə görüşürük, görürsən ki, uşağı üçün nə qədər yanğılıdır, nə qədər çalışır ki, uşağı yaxşı olsun. Amma uşaq onu hiss eləmir. Biz uşağa nə qədər təkdir onu deyirik ki, atan, anan sənin üçün narahatdır falan deyir ki, necə narahatdır ki, məsələn, bunu eləyir. Çünki uşağın zehniyyəti onu qəbul edə bilmir. Çünki onun zehnində sevgi anlayışı bu deyil. Bu baxımdan biz övladımıza uyğun vermək şəkli olmalı. Yəni, uşağa uyğun verilməlidir. Uşağın da istəkləri nəzərə alınmalıdır. Təbii ki, istəkləri də valideyn formalaşdırır. 7 yaşa qədər ki, şəxsiyyətin skeleti qurulur. Həmin vaxtda bizim o, yenə dediyim kimi, indi biz zamanla psixoseksual inkişaf mərhələlərində danışanda qeyd eləyərik ki, hansı mərhələlər baş verir ki, 7 yaşa qədər biz hansı prosedurlardan keçirik, o prosedurlar əsnasında uşaq sevgini alır. Ana südü veriləndə, ayaq yolu vərdişi olanda, xırda detallarda, amma uşaq orada şəxsiyyət olaraq formalaşır. Və sevginin vermə, necə deyim, ardıcılığı həmin mərhələdə özünü göstərir. Özümüz kimi verməliyik sevgini. Bizdə övladımıza veriləcək lazımı qədər sevgi bazası var. Sadəcə şəxsiyyət uşaq biləcək ki, o dəyişdirilməyə çalışılmır. Yəni ki, sən dəyiş, mənim istədiyim şəklə keçiyor. Sən olduğun kimi qəbulsan, sonra qaydaları qoyanda uşaq o qaydalara baş üstə deyə bilir. Amma sevgiyə şübhə varsa, qaydalar ona əksinə ən ideal versiyası da olsa, onda qıcıq yaradacaq və nəticə əldə olunmur ona görə. Uşaqlarımız özəldir, individualdır. Bir insan təkrarı yoxdur. Bir insan təkdir, onun təkrarı yoxdur. O cür nöqtədən yanaşsaq, ona uyğun inkişaf elətdirib böyütmək olar uşağı.